Nevroz olan adamın ən böyük istəyi nədir? Nevrozdan qurtulsun. Niyə? Çünki hər gün dəfələrlə, neçə dəfə ona belə ölüm qorxusu gəlir. Çünki o simptomları çox təhlükəliymiş kimi dəyərləndirir və bugünkü videomda mən elə bir metod haqqında danışacağam ki, o metodu siz bir müddət uyğulasanız, istifadə etsəz, simptomlar getdikcə, təşvişiniz, qorxunuz azaldıqca, bu həkimlərə falan qaçırsa, o dərmanı için, bunun için təzyiqimi ölçüm, nəbzimi ölçüm, nə bilim, nə ölçə bilirlərsə hər şeyi ölçürlər, eləyirlər. Yəni bunlardan qurtulmaq üçün konkret bir metod. Bunu siz özünüz dediyim kimi istifadə edə bilərsiniz. Amma bu hər gün olunmalıdır. Bu vərdiş halını almalıdır ta ki siz qurtulana qədər. Yəni bu realdır, realdır. Mümkündür, mümkündür. Sadəcə baxın. Bir dənə belə bir şey var da. Nevroz olan insan, bu çox rast gəlinir, neynir? Araşdırmalar edir. Düzdürmü? Psixoloqların canlılarına da girir, sonra tutalım ki, müxtəlif videolar izləyir, İzzət Güllü olsun ya Rus tutalım ki, psixoloqlar olsun, kim ingilis dilində bilirsə ingilis dilində, fərqi yoxdur da, izləyir və gördüyü odur ki, video izlədikdən sonra mütləq şərhlərə baxır və şərhlərin içində orada mütləq belə bir kommentlara rast gələcək ki, orada kimsə yazır ki, bundan, nevrozdan və yaxud panik atakdan qurtulmaq mümkün deyil, boş şeydir, yalan danışır, elə belə deyir, bilmirlər, mən eləmişəm ki, mən illərdir bundan qurtula bilməmişəm. Niyə bu insan bunu yazır? Gəlin indi buna baxın. Birincisi, bu adam, oxuyan adam, bu onu çox ruhdan salır, daha da təşvişini, qorxusunu çoxaldır. Baxın, bu insan nədən belə yazır? Gəlin indi biraz bunu təhlil edək. Bu insanın öz konkret olaraq subyektiv, negativ bir təcrübəsidir. Bu öz təcrübəsi, öz şəxsi təcrübəsi əsasında, yəni elmə əsaslanaraq yox, statistikaya əsaslanaraq yox, milyonlarla dünyada insan qurtulub nevrozdan, onların heç birindən xəbəri yoxdur və yazır ki, qurtula bilmərəm və bir çox insanlara hələ belə bir toxum əkilir də və salam. Yəni bu da cücərir. Yəni pis mənada da, yəni bu insanda artıq bu bir oxuyan insanda əlbəttə inamsızlıq yaranar, əlbəttə güvənsizlik də yaranar, əlbəttə düşünər ki, 20 il qurtulmayıbsa mən də yəqin bu ilə yaşayacağam, hələ qoy dərmanlarla mən bunu yola verim bir tər. Yəni bu insan, bu şərhi yazan 90% ki, əsasən həyatında ancaq dərman müalicəsi istifadə edib, bu bir. Və görüb ki, yox da, dərman içməsə, hələ eyni tas, eyni hamam, yəni heç nə keçib gedən deyil. Niyə? Çünki dərmanı sən bir kurs qəbul etdin, içdin, səndə sonra ara verilir, düzdürmü? 3 ay yazılıb ola bilər kurs müalicə, ola bilər 5 ay, nə bilim, hər nə qədərdirsə. Bu, sonra sən axı içib qutarırsan, geçdiniz bunu və dərmanlar başlayır sənin bədənindən yolub getməyə. Düzdürmü? Ona görə də simptomları təzədən əvvəlki kimi hiss edirsən. Dərmanlar içəndə simptomları biraz sən həm az hiss edirdin, elə şiddətli hiss eləmirdin. Həm də sənin düşüncələrində axı burada müəyyən hormonal sferaya təsir edən dərmanlar var. Burada dopamin, serotonin, nə bilim, endorfin falan, bu xoşbəxtlik hormonları da deyilir də. Onların balansı var və ona görə də sən o simptomlara o cür reaksiya vermirsən, düzdürmü? Neysə, bu dərmanlar bitdi, qutardı, içdi, insanda qayıdır. Həm də o insan, o şərhi yazan insan bir də neynir? Yəqin ki, də ola bilər. Gedib haçansa psixoloqa tutalım ki, bir konsultasiya və yaxud 2-3 seans və salam. Və anlamır ki, sən bundan 2-3 seansla bir dəfəlik azad ola bilməzsən. Mümkün deyil bu. Sən azad olursan, deməli, nevrozdan ən azı 2 aya, heç olmasa 2 aya. Baxır səndə neçə illərdir bu. Səndə bu 1 ildirsə, sən 2 ay bundan qurtula bilərsən. Səndə bu 5 ildirsə, bu çəkəcək 3-4 ay. Səndə bu 10 ildirsə, bu hardasa demək olar bir 10 ay ala bilər sənin. Düzdürmü? Amma yəni insanın
Burada ən böyük səhvi nədir? Tez nəticə alsın. Tez nəticə ala bilməyəndə, nəticə alır, tutalım ki, 2-3 seansla 5-10% nəsə nəticə alır. Hə, deyir, yox, vəssalam. Sonra görür, axı, yenə də təkrarlanır, nə isə. Bir sözlə də öz şəxsi, yalnız şəxsi təcrübəsinə dayanaraq bu cür qənaətə gəlir ki, bundan qurtulmaq olmaz. Başa düşdünüz necə? Yəni, bu gör nə qədər subyektiv, bu gör nə qədər yanlış bir düşüncədir. Və o sözü yazmaqla bir çox insanlarda inamsızlıq yaranır. Nəysə, sözüm odur ki, o cür şərhi yazanları sadəcə anlayın ki, o onun şəxsi, ancaq şəxsi təcrübəsi ilə bağlı bir şeydir və orada təcrübəsində hər bir şey istifadə etməyib. Ola bilər, hər şey istifadə edib, amma yetərincə etməyib. Bu da var. Deməli, bugünkü metod nədir? Bu CBT terapiyanın sxemasıdır. Bugün ondan danışacağım və onu siz hər gün deməli uygulamalısınız, yazmalısınız. Bu vərdiş halını almalıdır. Çünki yəni nevroz olan insanda görürsünüz, avtomatik düşüncə, həmən gələn düşüncə var və o da onda böyük gərginlik yaradır. O gərginlik simptomları yaradır, düzdürmü? Simptomlar deməli düşüncəni yaradır, düşüncə simptomları yaradır. Belə qısır döngənin içində insan furulanır aylarla, illərlə. Və buna təsir etmək üçün qavrayışı dəyişdirmək lazımdır da, reaksiyanı sənin dəyişdirmək lazımdır. Səndə o avtomatik gələn düşüncə bu cür düşüncə olmasın. Sən bunu özün belə götürüb dəyişdirə bilərsən. Axı bu işıq sürəti ilə gəlir. Sən onu necə dəyişdirə bilərsən? Ona görə bunu bu sxem, deməli, bu terapiya, CBT terapiya ümumiyyətlə illərdir artıq, illərdir, nə bilim 20 ildir, 30 ildir, neçə ildir, bəlkə də deyəsən 50 ildir. Çünki Albert Ellis və Aaron Beck demək olar ki də bu kognitiv davranış terapiyasının banisidirlər, onun institutu. Deməli, universiteti var Amerikada və deməli belə deyim də sizə, yəni bu elmdir. Burada tədqiqatlar keçirilib, burada artıq milyonlarla insanın üzərində bu yəni ki uyğulanıb, bu tətbiq olunub, bunun deməli insanlar azad olublar. Nəinki CBT terapiya nevroz bir çox pozuntuları aradan qaldırır. Yəni ki insanda müsbətə doğru xeyli dəyişiklik olur. Xeyli nə qədər? Məsəl üçün 80%, 90%. Artıq orada 10-15% qalan təşviş insanda, o hələ hər bir insanda, normal insanda onsuz da var. Çünki təşvişdir, qorxudur, bu bizə lazımdır ki, təhlükəli anda tez mobilizə olunsun. Bütün sinir sistemi də, psixikada tez qərar verə bilsin, tez hansısa bir konkret həm qərar verə bilsin, həm hərəkətə keçsin. Yəni donub qalmasın deyə insan. Donub qalsa da belə o moment nəysə düşünsün. Nəysə. Bir sözlə, sözüm odur ki, gəlin keçək bu indi bizim möhtəşəm olan sxema. Ümumiyyətlə CBT terapiya həqiqətən də möhtəşəmdir. Və xüsusən də belə pozuntulara çox gözəl kömək edir, yardım edir. Deməli, siz götürürsünüz bir dənə belə iri bir kağız. Orada 6 hissəyə bölürsünüz belə. Bax, yəni kağızı beləsinə qoymursunuz bu cür. Yəni vertikal yox, horizontal olaraq. Deməli 6 yerə bunu bölürsünüz. Birinci hissəsində yuxarıda yazırsınız hadisə, situasiya da yaza bilərsiniz. Situasiya və yaxud hadisə. İkincisidə yazırsınız ki, negativ düşüncə. Üçüncüdə yazırsınız deməli real düşüncə. Dördüncüdə yazırsınız duyğular. Emosiyalar da yaza bilərsiniz. Emosiyalar, duyğular yazırsınız. Deməli, 5-cidə yazırsınız davranış, 6-cıda yazırsınız nəticə. Aha, deməli gəlin, məsələn, bir dənə variant biz burada yoxlayaq. Tutalım ki, situasiyada yazırsınız siz. Məsələn, gecə tutalım ki, mən yuxudan anidən təşvişli oyandım və ürəyim çarpırdı, döyünürdü. Bunu yazırsınız. Gecə anidən oyandım. Negativ düşüncə nədir? O nə gəlib ağlınıza, onu yazırsınız. Yəqin ki, məndə ürəyimdə problem var. Yəqin məni yaxşı müayinə yetərincə etməyiblər. Nə gəlibsə, onların bir neçəsini hələ yazırsınız. Real düşüncə yazırsınız. Real düşüncədə yazırsınız ki, bu, məsəl üçün,
Real düşüncədə yazırsınız, axşamdan yatmamışdan mən özümü belə narahat edən, məni qorxudan şeylər haqqında çox düşündüm, xəstəliklər barəsində. Yəni mən yatanda elə bir düşüncələrə qapılmışdım ki, yəni yuxuya gedəndə də artıq onların təsiri altında qalmışdım, düzdürmü? Yəni bunu yaza bilərsiniz. Sizcə nə olubsa, məsəl üçün axşam uşaq qızdırırdı, qızdırması yüksək idi, sonra biz saldıq ona aşağı, biraz qızdırması düşdü. Ola bilər o məni qorxudub və yaxud tutalım ki, axşam mən pis bir xəbər aldım, nə bilim kiminsə vəfat etməsi ola, yəqin ki, yəni onun nəticəsində mən narahat yatmışam gecə. Yəni real olaraq baxırsınız ki, axşamdan və yaxud o gün axşama doğru nələr olmuşdu, ya olmuşdu ya düşüncələr. Burada ikisindən biridir zaten. Yəni %100. Deməli onu yazırsınız, düzdür. Sonra yazırsınız duyğular. Orada bax duyğular hissəsində siz bunu iki yerə bölürsünüz. Bir rəqəm yazın, iki rəqəm yazın. Bir rəqəmində yazırsınız ki, siz düşünəndə ki, yəqin mənim ürəyimdə problem var, yəqin nəsə ciddi bir şey var. Onda siz nələr hiss etdiniz? Oraya yazırsınız duyğuları, yəni ki, siz nə hiss etdiniz? Təşviş, qorxu, həyəcan, nə bilim, bildiniz necə? Və yazırsınız ikincidə, haradakı yazdınız ki, mən, yəni oxuyursunuz, baxırsınız və oxuyanda artıq nə hiss edirsinizsə, onu yazacaqsınız. Yazırsınız ki, məsələn, axşamdan uşaq qızdırırdı deyə, mən ona görə çox narahat oldum, həyəcan keçirdim, yəqin ondandır. Düzdürmü? Bunu oxuyanda nə hiss keçirirsiniz? Normal, adi, real hissdir. Həyəcanım yüngüldür, məsəl üçün. Sonra nə yaza bilərsiniz? Yəni yaza da bilərsiniz, demək olar heç nə hiss etmədim, hər şeyin. Çünki negativ düşüncələr oxuyanda orada artıq oxuduqca da sizə həyəcan, narahatçılıq gələcək, onsuz da. Yəni siz əslində yazırsınız bir rəqəmində. Həqiqətən də deməli o moment siz oyananda sizə gələn düşüncələr nə idi? O düşüncələrdən sonra nələr hiss etməyə başladınız? Bildiniz necə? Fikirləşəndə ay Allah, məndə nə isə problem var falan. O moment, yəni gecə yarı. Onda biri rəqəminin yanında onu yazırsınız. İki rəqəminin yanında oxuyursunuz və düşünürsünüz. Belə düşündükcə də nə hiss edirsiniz? Götürürsünüz, onu yazırsınız. Düzdürmü? Duyğularda. Sonra davranış. Davranışda məsəl üçün yazırsınız ki, mən gecə yarı, məsəl üçün sizdə yenə də gecə yarı oyandınız, orada situasiyaya baxırıq da, yadınıza salırsınız, neynədir? Tutalım ki, qaçdım tez nəbzimi ölçməyə. Başladım, nə bilim, getdim dərman axtardım, içdim, onu elədim, bunu elədim, düzdürmü? Bunu yazırsınız, yəni neynəmisinizsə. İkincidə yazırsınız, məsələn, əgər siz gecə yarı oyandınızsa, bu cür təşvişlə falan, əgər və dalıca düşünsəz ki, həmən də düşünsəz, yəni avtomatik düşüncə yaransa ki, bu birinci oyanan kimi ola bilər narahat olasınız, o avtomatik negativ düşüncə gələ bilər, tutalım. Amma sonra siz deyirsiniz, yox əşi, mən də getmişəm də dəfələrlə həkimlərə, heç nə çıxmayıb. Bu yəqin hələ mən axşam falan xəbəri eşitdim, o mənə təsir elədi, onun təsiri altında yatdım. Yəni davranış, siz bu cür düşünəndə siz qaçıb gedib ölçməyəcəksiniz. Çünki siz artıq bilirsiniz, həkimlərə dəfələrlə nevroz olan insanlar gedir. Yəni poliklinikalara, həkimlərə, yəni çox gedirlər, zəng edirlər, soruşurlar dəfələrlə, ay həkim, bunu unutdum sizə deməyə, bəs məndə bu da var, bəs o gün məndə falan şey də hiss etdim, yanınıza gələndə mən bunu fikrimdən çıxdı demək. Başa düşdünüz necə? Baxın belə. Deməli, ona görə yazırsınız ki, davranışda, yəni siz belə düşünsəz, yəqin axşamdan falan şey baş vermişdi, ya axşamdan yatanda çox negativ şeylər düşünürdüm, onların təsiri altında qaldım deyə məndə bu baş verdi. Yəni ki, məndə bu indi həyəcan var və onda yəni davam edəcəksiniz də uzanmağa. Nə qaçacaqsınız ay nəbz ölçməyə, nə bilim qaçmayacaqsınız dərman içməyə, heç nə eləməyə. Düzdürmü? Çünki burada konkret həkimin sizə diaqnozu var ki, səndə bu psixoloji vəziyyətinlə bağlıdır, bu nevrozdur, düzdürmü? Deməli belə, davranışlarda bunu yazdınız. Davranış, yəni bunu eləyəndə heç nə, davam etdim yatmağa. Bildiniz necə? Yatmağa davam etdim, ikincidə yazırsınız. Deməli, nəticə də yazırsınız ki, deməli, birinci ilə bağlı. Əgər, deməli, orada nə idi?
Qaçdım, getdim, dərman içdim, nəbzimi başladım yoxlamağa, belə nə bilim kimisə oyatdım, qaldırdım, ay mən pisəm, mən narahatam, belə adam var təcili yardım falan çağırır. Yəni nəticədə nə oldu? Nəticədə mən çox qorxmuş idim, çox narahat oldum. Yenə düşündüm ki, mən qərar verdim ki, yenə sabah hansısa bir həkimə gedim. Başqa bir həkimə gedim, ya sabah ya bir neçə müddət sonra. Yəni ki, burada hansısa bir davranış var da. Yəni o davranış nədir? Kompulsiya kimi bir şeydir də. Yəni özünü rahatlatmaq üçün sən bu kompulsiyanı yerinə yetirirsən, hərəkətə keçirsən, nəsə edirsən ki, özünü rahatlaşdırasan. Bax bu yenə də qısır döngədir də. Deməli siz ikinci davranış nədir? Gözlədim, ürək döyünməm keçsin, sakitləşim. Ya gözlədim, ya nəfəs məşqi etdim, tutalım, ya biraz meditasiya elədim və sonra yatdım. Yəni insan özünə normal reaksiya verəndə də hə filan şeylərin nəticəsində oldu. Gəl mən biraz nəfəs məşqi eləyim. Gəl ya mən biraz meditasiya eləyim. Gəl 5 4 3 2 1 texnikasını ya da eləyim. Məsələn, indi gecə yarı biraz rahat olmaz, çünki gəl yerinizdən durasınız. Amma lap çox çarpsa eləsə durub eləyə bilərsiniz o texnikanı. 5 4 3 2 1 texnikasını. Onu da hansısa videomda danışmışam, yadımda deyil. Yəni var, axtarsaz taparsınız. Heç Google-da da bilmirəm, Google verər, onu verməz. Süni intellekt sizdə uygulamaları varsa, orada da araşdırıb baxa bilərsiniz. Yəni baxın, bunu siz gün ərzində axı sizdə bir situasiya olmur, gün ərzində sizdə bir dənə olmur axı, nəsə 2 3 olur da heç olmasa. Yəni ki 5 10-dursa hər birini yazmaq lazım deyil. 3 dənə gündə yazsanız, 2 dənə, 3 dənə, bu artıq sizin zamanla yavaş-yavaş qavrayışınızda dəyişiklik edəcək. Sizin o mexaniki, avtomatik gələn düşüncə, o avtomatik düşüncənin arxasıca gələn o kompulsiyaya siz hərəkətə keçirsiniz, necə qaçıb eləyirsinizsə, kimisə oyadırsınız, ay gəl mən pis hiss edirəm özümü, mən bilmirəm neyim. Bunu eləməyəcəksiniz zamanla, qaçıb dərman içməyəcəksiniz, ay nəbz ölçmək, ay təzyiq ölçmək, bunu eləmək, onu eləmək. Yəni bunlar aradan qalxacaq. Və bu, yəni ki, nəyə təsir eləyir? Siz hər gün bunu yazdıqca, hər gün 2 ay, 3 ay, indi artıq siz görəcəksiniz də neçə, tutam ki 1 ayda yazırsınız, sən görürsünüz ki 30% sizdə irəliləyiş var. Hə, deməli bir 2 ay yarımda, 2 ayda yazmalısınız bunları. Amma bu ancaq onda təsir edir ki, ancaq onda qavrayış dəyişir ki, nevroz keçir gedir ki, bu hər gün ediləndə. Yəni bir vərdiş artıq insana da, yəni qavrayışa belə damla-damla, az-az təsir göstərdikcə o əvvəlki qavrayış hələ bir götürülür, qoyulur kənara, onun yerinə başqa qavrayış hələ bir biz yerləşdiririk. Bildiniz necə transplantasiya eləyirlər, müxtəlif orqanları, düzdür, əməliyyat olunur, insanın nə bilim hansısa orqanı tutalım ki, bu artıq normal işləməyən, normal çalışmayan, funksiyasını normal yerinə yetirməyən, bəlkə ola bilər fizioloji bir proseslər var. Onu məsələn götürürlər, onun yerinə qoyurlar başqasını ki, insan həyatına normal davam edə bilsin. Yəni bu da onun kimi bir şeydir. Yəni nümunələr müxtəlif götürmək olar da. Məsələn, maşınınızın çarxı xarabdır, nə edəcəksiniz? Götürüb dəyişdirib yenisini alıb qoyacaqsınız. Düzdür, düzdür. Nə bilim, tutalım da saçda məsələn saç qıranlar əmələ gəlib, nə edirsən onlar qoymur sənin saçın normal uzansın, hələ qırılır və uzanmağın qabağını alır da. Düzdür, sən gəlib onu kestirirsən ki, vəssalam, onlardan azad olursun. Yəni burada köhnə qavrayışdan sizin qavrayışınız, yəni sizi daim gərginlikdə saxlayır. Daim qavrayış sinir sisteminə də, psixikanı da, bütün orqanizmi, vegetativ sinir sistemi saxlayır bunları gərginlikdə. Yəni simpatik sinir sistemi deməli necədir o? O ancaq təhlükədə işə keçir. Təhlükədə onlar bütün siz necə adrenalin, kortizol falan bunlar çox atılır ki qana. İnsan tez nə isə etsin. Yəni ki tez özünü təhlükədən çıxarsın. Amma
Nevroz olan insan adamın simpatik sinir sistemi gün ərzində neçə dəfə işə keçir, neçə dəfə çalışır orada. Halbuki təhlükə həyatında konkret olaraq yoxdur. Yəni yanlış alarm, yanlış o, yəni budilnik hələ bir gündə 100 dəfə sesi gəlir ki, oyan dur get işə. Halbuki səni bir dəfə oyatmalıdır gün ərzindəki səhərdə dur get. Düzdürmü? Yəni hələ bir pozulub da. Bildiniz ki, burada qavrayışı onun üçün dəyişdirmək vacibdir, önəmlidir. Yəni ay bu aradan qalxmır, ay mümkün deyil, boş şeydir, boş sözlərdir. O insanlar sadəcə düzgün metodları istifadə etməyiblər, bəlkə də ediblər, yetərincə etməyiblər. Yetərincə etmiş olsaydılar qurtulardılar da bu cürdə kommentləri cəmaatı, yəni videoların altında yazıb insanları çaşdırmazdılar. Yəni sən alim deyilsən, sən nə bilim psixoanalitik deyilsən, sən psixoterapevt deyilsən, psixiatr deyilsən, sən necə yaza bilərsən ki, mümkün deyil? Sadəcə yeganə olaraq öz təcrübəvə dayanaraq. Bu nə qədər yəni başqalarına yanlış o nə deyirlər ona? Dezinformasiya deyirlər də burada. Bir var informasiya, yəni doğru informasiya, bir var dezinformasiya. Düzdürmü? Dezinformasiya böyük belə kütləyə, sosial şəbəkələrə milyonlarla insanlar girir. Bu video, məsəl üçün tutalım, mən bu videomu paylaşdım. Bu video 1 ildən sonra baxılacaq, 2 ildən sonra, 5 ildən sonra. Orada o qədər bu deməli şərhlər çox olacaq ki. Yəni ki də tutalım ki, bir çoxsu deyəcək, hə, istifadə elədim, mənə təsir elədi, mən düzəldim falan. Amma bunu da yazanlar olacaq ki, hə, hamısı boş şeydir, nə bilim, yalan şeydir, heç dənəməyib, heç bilmir. İnanmır. Yəni burada inancın olmaması onun həyatını yönləndirirsə, yəni bu sənin artıq şəxsi işindir də, düzdürmü? İnsanların ağlını niyə bulandırırsan ki? Amma şəxs bir dənə öz yeganə fikri var. Elə bilir ki, onun fikri ən doğrusudur, ən düzgündür. Sadəcə öz təcrübəvə əsaslanaraq sənin düşüncən, sənin verdiyin burada məlumat necə doğru ola bilər? Belə. Ay, danışanda adam əsəbləşir. Yəni ki, bilirsiniz necə? Adam əsəbləşməz o vaxt ki, həqiqətən də bu insan bax dənədi, elədi. Yəni eləmiş olsa, yəni mümkün deyil. Heç olmasa 70-80% sən qurtulardın da. Yəni lap dəqiq eləmiş olsa da ümumiyyətlə qurtulardın. Ümumiyyətlə qurtulardın. Eləmirlər, bilmirlər, başları çıxmır, yayırlar dezinformasiyanı insanlar arasında və həqiqətən də nə bilim valla adam nədirsin? Həm də ümumiyyətlə belə deyim də, negativ düşüncələr əksər düşüncələr negativ olanda insanın zehnində, yəni gün ərzində. Burada nə baş verir? Yəni katastrofizasiya çoxalır da. Katastrofizasiya, yəni ki, hər nə haqda düşünürsə özü ilə bağlı, sağlamlığı ilə bağlı, onun ağlında katastrofik bir ssenari görür. Yəni ssenarilər belə dəhşətli ssenarilər yazır da ağlında. Və negativ düşüncədə, belə irrasional düşüncələr, irrasional fantaziyalar falan, bunlar da insanda düşüncələri də, qərarları da hamısında bir söz neyiniyirlər? Darlaşdırırlar. Yəni dar düşüncə yaranır həqiqətən də. İnsan zehni, yəni real bir var insan zehninin içində həm negativ düşüncələr var, 20-30%, həm real düşüncələr, həm pozitiv, həm qeyri-real, həm nə bilim fantaziyalar, xəyallar, hər şey var da, düzdürmü? Və hamısına, yəni xəyal quranda, ssenari beynində yazanda, ola bilər bəzən negativ ssenari yazır, bəzən real, bəzən pozitiv, bəzən qeyri-real, gözəl, düzdürmü? Və o insan əlbəttə ki, bədəndəki simptomları da neysə hiss eləyəndə, birincisi orada takılıb qalmayacaq, üzərindən keçib gedəcək. İkincisi, onun bədənində heç vaxt o qədər çox simptom ola bilməz. Olmur da. Şiddətli də olmur, o qədər çox da olmur, amma zaman hamımız nəsə hiss eləyirik də bədənimizdə. Mümkündür də bu da. Mən biraz çox ağır iş görsəm, onu ora daşısam, bunu bura daşısam, biraz mən belə halsız kimi olacağım da, biraz ola bilər ürəyim ya iş görəndə daha çox döyünəcək, elə tup, düzdür.
lap çox iş görsəm axşam ola bilər daha zəif vursun. Amma mənim fikrim orada qalmır axı. Onlar neynirlər nevroz olan adamlar? Bütün günü diqqəti bədənindədir. Bütün günü. Yəni hər saniyə, hər dəqiqə diqqəti yalnız oradadır. Nədir? Yenə də bax, mən hər dəfə deyirəm, bu da hələ psixoemosional olaraq yetkin olmaması insanı. Yəni emosional sferanı düzgün yox, ümumiyyətlə idarə etmir. Nə düşüncələr idarə olunur, nə reaksiyalar idarə olunur. Yəni bir çox şey onun idarəsi altında. Yəni hər yer bizim həyatda bir çox şey var. Biz kontrol edə bilmirik. Amma düşüncə onlara daxil deyil. Emosiyalar da ora daxil deyil. Bunlar hamısını idarə etmək olar və demək olar ki, bunu edə bilən insanlar, emosional intellektləri normal səviyyədə olan insanlar da baxın bu cür pozuntular yaranmırlar. Yəni siz bunu artıq nevrozun öhdəsindən gəlmiş olsanız, siz həm psixoemosional yetkin insan olacaqsınız, həm burada emosional intellekt artıq yaranmış olacaq. Yəni ümumiyyətlə həyatın keyfiyyəti tamamilə dəyişir də. Demək olar ki, 180 dərəcə həyat keyfiyyəti dəyişir. Bunun 2 ay, 3 ay, olsun lap 4 ay, hər gün oturub bir dənə sxemanı yazmağa dəyməz. Nədir ki o? Yoxsa bir ömür, ildə 2-3 dəfə kurs müalicələr almaq yaxşıdır, dərman müalicələri. Baxın, tərəziyə qoyun, hansı daha ağır gəlir, hansı daha sizin üçün faydalıdır. Bu qədər, sağ olun.